Bakıda 3 yaşlı uşağın Suraxanı rayonu Hövsan qəsəbəsində fəaliyyət göstərən 273 saylı bağçada şiddətə məruz qaldığı iddia olunur. Publika.az xəbər verir ki, azyaşlının valideyni Aygün Adgözəlova bağçanın tərbiyəçi müəlliminin bıçağı qızdıraraq uşağın əl nahiyəsinə toxundurduğunu bildirib. Onun sözlərinə görə buna səbəb uşağın çirklənmiş bezini təmizləməsini müəllimindən xahiş etməsi olub. Oktyabr ayında uşağın yaxasının cırıldığını gördüm. Ondan soruşdum, İlahə müəllimin şəklini göstərdi. Özünə zəng edib xəbərdarlıq etmişdim. Valideyn deyib. Aygün Adgözəlova qeyd edib ki, ötən ilin oktyabrında baş verən hadisə ilə bağlı uşaq bağçasının müdiriyyətinə müraciət etməyib. O, övladının bu il aprelin 8-də bağçanın tərbiyəçi müəllimi İlahə Qarayeva tərəfindən yenidən şiddətə məruz qaldığını iddia edib. Stat. Gördüm ki, əlində yarı izi var. Uşaqdan soruşduğum zaman dedi ki, bağçada bibi yandırıb. Övladım bildirdi ki, pampersini təmizləməsini istədiyi üçün müəllimi onu döyüb. Ağladığı zaman susması üçün üstünə qışqırıb. Susmadığı üçün isə bıçağı mətbəxdə qızdıraraq əlinə basıb. Statın sonu. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən uşaq bağçasında azyaşlıya xəsarət yetirilməsi iddiası ilə polisə məlumat daxil olub. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza təyin edilib. Araşdırmalar davam edir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.